Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş Azərbaycan 2030 sosial-iqtisadi inkişafa dair milli prioritetlər sənədində yer alan dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, milli prioriteti ölkədə aparılan sosial islahatların əsas istiqamətlərindən biridir. Bu barədə Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf strategiyasının hazırlanması məqsədi ilə yaradılmış İnklüziv Sosial İnkişaf və Sosial Təminat üzrə Alt İşçi Qrupunun növbəti iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri, İşçi Qrupun rəhbəri Anar Əliyev məlumat verib. Nazir bildirib ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq son illərdə həyata keçirilən sosial islahatlar nəticəsində sosial müdafiə sistemi əhəmiyyətli dərəcədə gücləndirilib. Əmək haqqı, pensiya və digər sosial ödənişlər artırılıb. Həssas əhali qruplarının sosial müdafiəsinin genişləndirilməsi, aktiv məşğulluq, sosial xidmət və reabilitasiya sistemlərinin inkişafı istiqamətində mühüm addımlar atılıb. İclasda qeyd olunub ki, bu istiqamətdə islahatların davam etdirilməsi 2027-2030-cu illər üçün hazırlanacaq yeni strategiyanın əsas hədəflərindən biri olacaq. Toplantıda İnklüziv Sosial İnkişaf və Sosial Təminat üzrə Alt İşçi Qrupunun yeni strategiya üzrə tədbirlər planı layihəsi təqdim olunub və sənəd ətrafında müzakirələr aparılıb.